Bir tərəfdə danışıqlar gedir, digər tərəfdə isə həqiqətən sözün həqiqi mənasında olduqca şiddətli, dəhşətli savaşlar izləməkdəyik, döyüşlər izləməkdəyik. Nəyə doğru gedir bu savaş? Siz çox yaxşı qeyd elədiniz ki, danışıqlar gedir və bu danışıqlar özünüz bilirsiniz ki, faktiki olaraq fevralın 12-sindən, yəni Trumpla Putinin birbaşa telefon danışığından sonra siz qeyd elədiyiniz kimi Ər-Riyadda, Ciddədə danışıqlar aparılıb, Türkiyədə, İstanbulda danışıqlar aparılıb, amma bu danışıqların heç biri yerinə yetirilməyib. Daha doğrusu heç bir belə deyək ki, konkret olaraq heç nə əldə olunmuyurdu. Yadınızdadır mı ki, Qara Dənizdə atəşkəs məsələsi vardı. Heç o da riayət olunmuyub. Həm də Ukraynalılar özlədi ki, Qara Dənizdə bu saat elə bir müharibə getmiş ki, dənizin özündəki, deyəsən ki, burada nəyəsə dayandırsa. Bunun səbəbkarı kimdir? Mən deyərdim ki, burada iki tərəf var. Daha doğrusu iki günahkar tərəf var. Biri Rusiyadır, biri deyil Amerika Birləşmiş Ştatlarının özüdür. Yəni burada Amerika Birləşmiş Ştatları konkret olaraq Donald Trump bu Ukrayna məsələsində Rusiya o qədər belə stimul verdi ki, Rusiyanı o qədər belə yuxarı qaldırdı ki, Ukrayna isə üzərinə hücumlara keçdi ki, yəni söz hücumlarından gedir təbii ki söhbət. Üstəlik də ki, yardımların dayandırılması, pauza verilməsi, bütün bunlar hamısı nəyə gətirib çıxartdı? Rusiya prezidenti Vladimir Putinin faktiki olaraq bu danışıqlar başlayandan bəri ən dəhşətli zərbələr, daha belə deyək ki, sarsıdıcı zərbələr vurmağına. Buçadan sonra mən deyərdim ki, Sumi vilayətindəki sırağa gün baş verən hadisə ən dəhşətli belədir, cinayətdir. Bu sadəcə olaraq müharibə deyildi. Sözün həqiqi mənasında bir faciəyə gətirib çıxartdı. Özdə siz təsəvvür edin ki, Avropa İttifaqı ölkələrinin, tutaq ki, Almaniyanın kanslerinin, Scholz'un, Böyük Britaniya baş naziri Starmer'in, hətta Fransanın prezidenti Macron'un çox emosional belə deyək ki, münasibətləri oldu. Hətta Putinə çağırışlar oldu ki, yəni bunu dayandırın. Bəs Amerika Birləşmiş Ştatlarının reaksiyası necə oldu? Reaksiya, siz özü də yəqin tamaşaçılar da bilirlər ki, Donald Trump dedi ki, burada mənə çatdırıblar ki, Rusiya səhv edib, xəta eləyibdir. Yəni ki, hərbi obyekti burasıymış, gedibdir, belə deyək də ki, mülki obyekti dəyibdir. Özdə, belə deyək də, pravoslav xristiyan bayramı günlərinin birini qeyd elədiyi bir vaxtda, yəni belə bir cinayəti törədiblər. Təbii ki, burada heç bir səhv olmayıbdır, bu əvvəlcədən nəzərdə tutulan. Bilirsiniz, Rusiya, bütün bunlarda bir dənə məqsəd var. Mən elə bilirəm ki, o məqsədə artıq o, elə belə demədim o fevralın 12-si məsələsinin. Putinlə Trump'ın bir razılaşması var ki, o qədər Ukraynanı elə bir çətin vəziyyətə salaq ki, Ukrayna elə bir güzəştə geçsin ki, məsələn, Rusiyanın ürəyindən olan bir güzəştə geçsin. Yəni ki, daha çox güzəştlərə geçsin, daha doğrusu belə də. Bu daha çox güzəştin başında da bilirsiniz ki, nə gəlir? Rusiyanın tutduğu ərazilərin Ukrayna tərəfindən tanınması, de facto yox ha, de jure tanınması, yəni hüquqi cəhətdən tanınması nəzərdə tuturlar. Bu isə Ukrayna tərəfdən qəbul olunan deyil, özü Ukrayna tərəfdən, təkcə Zelenski tərəfdən yox, bütün Ukrayna xalqı tərəfindən, Ukrayna hərbiçiləri tərəfindən, Ukrayna siyasətçiləri tərəfindən, hətta Zelenski istəməyənlər tərəfindən qəbul olunan deyil ki, tək Ukrayna mı? Yəni, təbii ki, dünya istəmir bunu. Bunu istəyən... Böyük Britaniya var, çox maraqlıdır. Çünki bilirsiniz, Böyük Britaniya bilir ki, belə bir məsələnin de jure tanınması, Ukrayna tərəfdən tanınması, bu Ukraynanın məğlubiyyəti yox, bütün Avropa İttifaqının, Britaniya Avropa İttifaqının üzvü olmasa da, bütün Avropanın faktiki olaraq məğlubiyyəti deməkdir və Rusiyanın iştahsının artması deməkdir. Rusiya təsadüfi deyil ki, Almaniyanın belə deyək də müstəqbəl kansleri olacaq, real kansleri olacaq. Merz deyir ki, bizdə kəşfiyyat məlumatları var ki, 2030-cu ilə qədər, 2030-cu ildə Almaniya hücum etmək planları var. Yəni, bütün bunlar hamısı Polşa, Baltikyanı ölkələr, Şərqi Avropa ölkələri, demək olar ki, hamısı ayaq üstədilər ki, çətin bir vəziyyətdədirlər ki, Putinin işğal planları ola bilər və bunun ilk addımı ilə Ukraynadan başlayır. Əgər Ukraynanın məğlubiyyəti olacaqsa, Ukrayna tutulmuş əraziləri özü də tanıyacaqsa, yəni Ukrayna tanıyacaqsa, bu deməkdir ki, sabahları Ukraynanı, yəni Lvova qədər, yəni Karpata qədər gəlib çıxacaq Putin, ondan sonra hədəfdə Polşa, Rumıniya, Çexiya, Slovakiya və hətta ümumiyyətlə bütün Avropa dayanacaqdır. Və bunun qarşısı alınmasa mümkün deyil. Çox qəribədir, bəzən deyirlər ki, Putin ölərsə bu məsələlər həll olunacaqmı?
Burada bir yanlışlıq var. Bilirsiniz necədir? Ola bilsin bəzi məsələlərə təsir olsun. Amma Putin yoxsa da bilirsiniz, Rusiya imperiya ambisiyaları Rusiya cəmiyyətinə elə təfəkkürünə hopufdur ki, ən sıravi adamında bunun. Hətta üzr istəyirəm, Azərbaycana gəlmiş, Rusiyadan qaçıb gəlmiş, Azərbaycana gəlmiş Rusiya vətəndaşı, söhbət ruslardan gedir. Onlar belə bura gəlməklərinə baxmayaraq, müharibədən qaçmaqlarına baxmayaraq, deyirlər ki, o torpaqlar Rusiyanındır da, o ələ keçirtməlidir, əlinə Özü saxlamalıdır. döyüşmür axı ona görə. Yəni bu cür təfəkkür varsa, deməli, o vaxtilə olur ki, 1-ci Vladimir, 2-ci Vladimir, 1-ci Nikolay, 2-ci Putin olacaq. 2-ci Putin də yaranacaqdır. Və bu demək deyil, ona görə də bunun qarşısı indidən alınmasa, Rusiya-Ukrayna məsələsində bu məsələlərə dünya xüsusi bir təzyiq göstərməsə mümkün olmayacaq. Üzr istəyirəm, bu bədbəxt yazıq Zelenski deyir ki, Rusiya ona görə bu addımları atır ki, onun qarşısında elə bir belə də ki, ciddi təzyiq görmür, ciddi məsələlər görmür. Bax, 2 həftədən sonra Rusif bəy, 100 günü tamam olacaqdır Trump'ın. Nəylə gedir, o necə deyirlər, əli dolu mu gedir? İstəyir daxili siyasətində, istəyir xarici siyasətində, xüsusilə konkret olaraq xarici siyasətdə mən konkret olaraq təbii ki, Ukraynanı nəzərdə tuturam. Onun İranla bağlı ola bilsin ki, müsbət tərəfləri var bu məsələlərin əlaqədar ki, atom bombası əldə eləməsin və s. Amma bütövlükdə götürəndə, faktiki olaraq bu Trump öz 100 günlüyünə əli boş gedir. Ən çox da Ukrayna məsələsində. Ukrayna məsələsində həm də daxilində narazılar Ukraynaya olan münasibətinə görə. Yəni, sabahları kimsə deyə bilər ki, bu Trump U dönüşü eləyə bilərmi? Onun belə deyək də bir xarakterində deyək ki, bu günləri Rusiyanı sığallayır, sabahları belə adım atacaq. Heç bir belə deyək, onun nə ətrafı, nə yaxud da ki, beynəlxalq siyasi şərhçilər, dünya mətbuatı demək olar ki, belə bir U dönüşünün olacağına heç cür inanmırlar. Əksinə deyirlər ki, Putin o dərəcədə, misal üçün belə deyək ki, qabağa yeriyibdir ki, sabahları belə də Trump bu sözü deyəcək ki, mən çalışdım, əmələ gəlmədi, geçsinlər özləri həll eləsinlər. Amerika xalqına belə bir müraciət edə bilər. Bunu Amerikalılar özü deyir. Yəni Amerika mətbuatı özü deyir ki, sabahları vəziyyətdən çıxmaq üçün, məsuliyyətdən çıxmaq üçün bunu eləyə bilərlər. Siz fikir verdiniz, Suma hücum nə vaxt başladı? Uitkovdan Putin bir gün əvvəl, bu hücumdan bir gün əvvəl görüşündən sonra. Deyərdilər ki, misal üçün, sənin xüsusi nümayəndən gəlir, Kremldə görüşür, səhərsi günü bu cür faciə baş verir. Necə ola bilər ki, ən azı bir səngimə prosesi ola bilərdi mi? Olmadı. Siz başqa bir məsələyə keçim, qeyd elədiniz ki, bu günləri, misal üçün, Ukrayna hərbiçiləri, Ukrayna silahlı qüvvələri Kurska və yaxud da yaxın ətrafda olan rayonlara, hətta Moskvaya belə hücum edilər. Ən çox güclü hücum biləsiniz ki, Kurska olur. Kurska olur, bəli. Kurska olubdur və bu da gözlənilən idi. Mən Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəhbəri general Kiril Budanovun çıxışına da baxdım ki, o bu belə deyək ki, bu qisasımızı alacaq. Amansız şəkildə qisasımızı alacaq. Və hiss olundu ki, bu Kurska olan hücum bu qisasın mərkəzində dayandı. Siz tamaşaçılar da bilsin ki, 24 çox mərtəbəli bina zərər çəkifdəyində, yəni vurulubdur. Cəmi bir nəfər ölübdür, çox yaralanıbdır, 20-dən çox maşın yanıbdır və çox digər obyektlərə də, belə deyək ki, birbaşa Kurskun özündə yanğın baş veribdir, dağıdılıbdır. Bütün bunlar hamısı Rusiya cəmiyyətində bir etiraz oyadırmı ki, yəni ki, ən azı, bax, normal yaşadığımız bir vaxtda bu Kursk əhalisi nəyə görə bu günlərə düşsün də? Yəni ki, belə Rusiya cəmiyyəti təkcə Kursk yox, bütün hər yer. Yəni ki, bilirsiniz ki, Moskva ətrafında da ciddi vurulmuşdu. Belgorodun özünə də daxil olubdu, artıq sərhəddən keçiblər, Belgorod vilayətin ərazisinə az da olsa giriblər. Bütün bunlar Rusiya üçün lazım idi mi ki, yəni ki, belə bir addımlar atsınlar? Yəni, bilirsiniz, bu imperiya ambisiyası çox təəssüf ki, bu günləri belə deyək ki, yenidən bir oyanış tapıbdı sanki. Putin özünü qalib hiss eləyir deyil. O qalib hiss elədiyinə görə də o yeni imperiya oyanışı başlayıbdı və biz Cənubi Qafqazdakı respublika kimi biz də bilməliyik ki, belə bir oyanışın perspektivdə Cənubi Qafqaza da mənfi təsirləri ola bilər. Özünüz də görürsünüz ki, son günlər Mərkəzi Asiya respublikalarına, konkret olaraq Qazaxıstanla, Lavrovla mən Tokayevin mübahisəsini nəzərdə tuturam. Eyni zamanda Ermənistana olan
faktiki olaraq Rusiya rəsmilərinin son hədələyici xəbərdarlıqları, bütün bunlar perspektivdə hamısı bizim üçün də, yəni ki, Cənubi Qafqaz Respublikası olaraq müəyyən bir təhlükə yaradır. Əgər Putinin bu Ukrayna məsələsində perspektivdə qarşısı alınmasa, ciddi təzyiqlərlə rast gəlməsi çox çətin olacaq. Təzyiqlərdən biri bilirsiniz nədir? Zelenski dünənləri bir də xüsusi vurğuladı ki, biz Suma olan o İskəndər atılan raketlərin qarşısını ona görə ala bilmədik ki, Patriotlarımız yoxdur. Bizə 10 dənə Patriot sistemi lazımdır. Bu 15 milyard dollar deməkdir və biz bunu veririk. Amma Amerika bunu vermir. Və başqa silahlar, indi Almanlar tutaq ki, yeni raketlər hazırlaşırlar verməyə, Taurus. Amma hələ dəqiq qərar qəbul olunmuyordu. Müəyyən belə deyək ki, orada da tərəddüdlər var. Bax, bu cür tərəddüdlər gətirib axırda Ukraynanı çətin vəziyyətə salacaq və təkcə Ukraynanı yox, bir faktı da deyim, Rusif bəy. Dünənləri Ukraynanın Xarici İşlər Naziri Sigiba çox yaxşı bir ifadə işlətdi. Bu günləri bizim pəncərəmizdə, uşaq bağçasında, məktəbdə partlayanlar sabahları Qərbi Avropanın uşaq bağçalarında, məktəblərində partlayacaq Rus raketləri. Bunu nəzərə alın. Bax, bunu doğrudan da nəzərə almalılar. Almasalar çox çətin olacaqdır. Və bu təkcə Ukrayna üçün deyil, Avropa üçün, ümumiyyətlə bəşəriyyət üçün çətin olacaq. Çünki bu cür qarşısı alınmaz agresiya davam eləyərsə, bu necə deyirlər, iştah diş altında olacaqdır. Bilmək olmaz hələ bundan sonra hansı addımlar atılacaqdır. Biraz öncə maraqlı bir fikir işlətdiniz, maraqlı məsələyə toxundunuz. Donald Trumpın İranla bağlı mövqeyinə, xüsusilə də Sum vilayəti İskəndər raketi ilə vurulub. Ancaq bu sadəcə İskəndər raketi olmayıb. Orada həm də gələn xəbərlərə görə şahid dronları da istifadə olunub. Burada misal üçün İran dronlarının istifadəsi, bu qədər mülki insanın qətlə yetirilməsi, həlak olması İran üçün əlavə problemlər yaratmayacaqmı? Bilirsiniz də, bu şəhid dronları bir o qədər belə deyək ki, yüksək keyfiyyətli olmasa da artıq Rusiya mütəxəssisləri, mühəndisləri həmən şəhid dronlarını bir növ təkmilləşdiriblər. Daha belə də uyğun. Hər halda bunun bazasını təşkil edən İranın şəhid belə deyək ki, dronları da. İran üçün bu saatları əlbəttə ki, bu saatları o uzun müddət deyil, onsuz da Rusiyanı özünə müttəfiq bilir deyin. Xüsusilə Amerika Birləşmiş Ştatları ilə indiki gərgin münasibətlərin olduğu bir vaxtda, Trump'ın İranı hədələdiyi, təhdid etdiyi bir vaxtda, bombalayacağı ilə hədələdiyi bir vaxtda, əlbəttə İran müəyyən belə də ki, güzəştlərə gedəndə Rusiya ilə münasibətlərində, Rusiya bu şəhid dronların verilməsində bir fasilə yaratmalıdır ən azı. Fasilə yaratmasa da ən azı bundan imtina eləməlidir, bunun qarşısı alınması üçün. Amma yenə deyirəm, artıq bu məsələlərlə bağlı bilirsiniz ki, Şimali Koreyadan dünənləri məlumat gəldi ki, 1000 konteynerdən çox yerədək ki, silah-sursat gəlibdir. Kimdir Rusiyanın köməkçiləri özünüz görürsünüz. Şimali Koreya, yəni onun belə deyək ki, adekvat olmayan rəhbəri Kim Çinin, İrandakı fundamentalistlər və Amerika ilə də danışıqlara getmək istəməyən, yəni birbaşa danışıqlara getmək istəməyən mühafizəkarlar qanadıdır. İran üçün çətin olacaq. İran üçün onsuz da indidən çətindir. Də bilirsiniz, hələ Rusiyaya şəhid vermək, dronları vermək bir tərəfə qalsın. İran üçün indidən çətindir ki, perspektivdə Trump proqnozlaşdırılmayan adamdır. Bir də gördüm ki, elə İsrailin təhriki ilə, çünki İsrail deyir ki, bu məsələləri danışıqlar yolu ilə yox, daha çox hərbi yolla həll etmək lazımdır. Yəni, İranın bütün nüvə obyektlərini vurmaq lazımdır. 17 nüvə obyektin vurulması İranın çox baha başa gələ biləcək bir şeydir. Yəni ki, bilirsiniz, təkcə İran nüvə obyektləri dağılmayacaqdır. O dağılanda vəziyyət həm radioaktiv məhsullar belə də kimi yayılacaqdır. İkincisi də ki, İranın daxilində gərginlik yayılacaq. Mən hesab edirəm ki, buna belə də ki, nə yapsa Amerikanın belə də ki, son qəti qərarı var, nə də İran istəmir bu məsələləri həll edirlər. Biz keçən dəfə də sizlə danışanda dedik ki, İranın siyasətində həmişə bu olur ki, son ana qədər gedirlər, sonda güzəştə gedirlər. O güzəştin biri də artıq bir növ belə deyək başlayıbdır. Romada görüşlər keçiriləcək, səhv eləmirəmsə 18-də keçirilməlidir. Və bu görüşlər keçiriləcəksə, yəqin ki, burada da növbəti məsələlər müzakirə olunacaqdır ki, İran nüvənin zənginləşdirilməsini artıq o müəyyən bir faizdən yuxarı qalxmayacaqdır. Düzdür, indiyənə qədər 60% onun zənginləşdirilməsi ilə məşğul olubdur. Əgər bu nəzarət, yəni ki, Amerikanın fikirləşdiyi kimi olsa, MAGATE'nin nümayəndəsi daxil olsa, artıq o zənginləşməyə bir növ nəzarət yaranacaqdır və bunu artıq atom bombasının, yəni ki, nüvə başlığı keçirilməsinin qarşısı alınacaqdır.
Hər halda İran yenə deyirəm, bu Rusiya məsələsində ola bilsin ki, o danışıqlarda Amerika bunu şərt kimi irəli sürsün. Amma sürəcəkdimi şərt kimi irəli? Çünki Amerika Birləşmiş Ştatlarının özü faktiki olaraq Rusiyanın tərəfindədir Ukrayna müharibəsində. Yəni özünün bax bu mövqeyi ilə, yəni indiki haldakı qeyri-təzyiqləri ilə gözlənilən təzyiqləri olmadığından, yəni bu da Trumpın nüfuzunun aşağı düşməsi demək. Daha Putin nüfuzu qalxır bu məsələdə. Yəni mən səni saymadım. Mən səni məsxəriyə qoydum, hər dəfə güldüm. 9 maya da ola bilsin ki, elə bu şəkildə keçirsin, yəni qələbə kimi təqdim eləsin ki, budur. Düzdür, hərdən deyirlər ki, bəlkə də mayın 2-sinə bu məsələ bitdi, atəşkəs. Amma Rusiyanın mövqelərindən hiss olunur ki, atəşkəsə getmək istəmir. Yeri gəlmişkən bir faktda deyim ki, Rusiya Kəşfiyyat Xidmətinin rəisi Narışkin bu günləri çıxış elədi və dedi ki, şərtimiz budur. Əsas şərtdə yenə dedim ki, Ukrayna Rusiyanın tutduğu əraziləri de jure tanımalıdır. Bunu da Ukrayna qəbul etmir. Deməli, gözləyək ki, atəşkəs razılıq əldə olunacaq. Şəxsən mən gözləmirəm.